Aktyor İlkin Miskərlinin Bizim Eltilər serialındakı səhnəsi tənqid olunub. Aktyor bir müddət əvvəl sosial şəbəkələrdə yayılan autizmli uşağın görüntülərini serialda parodiya edib. Həmin səhnə sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılaraq etirazla qarşılanıb və aktyor qınanılıb. Müğənni Elnur Hüseynov da məsələyə münasibət bildirib. O, İlkin Miskərlinin görüntülərini paylaşaraq bu cür tərbiyəsiz davranışınıza görə sizə həqiqətən utanmaq yaraşır sözlərini yazıb. Ben de mama geçen oynayacağım. Oradan TikTok'a şeyler koyacağım da böyle bak. Diskotek ışıklar sönecek. Kablokla gireceğim ortaya. Allekkedim avud. Allekkedim avud. Oo, böyle şeyler yiyeceğim. Sonra ne yiyeceğim gördük. Sonra dedüzel ameliyatı da burada. Ben çok açığı buranı beğendiğim için, bura benim özümün ürəyini istəyir kimi burada hərəkətləri gördüğüm için çok xahiş ederdim ki bizim uşağımızın əməliyyatı da burada olsun. Ben de ilk önce vice-prezidentimiz Mehriban